Hal-hazırda mənim baş ağrım var. 2 gündür başım ağrıyır və başım ağrısı keçmir. 5 dənə xarakter mən sizə sayacağam. Baş ağrı var. Buna deyirlər sıxıcı ağrı. Elə bil baş belə məngənədə bir kaska var başda, başı sıxır. Baş ağrısı var. Tutaq ki, deyirsiniz bir tərəflidir. Döyünən xarakterlidir. Ürək kimi atır. Buna pulsasiya edici, zonquldayıcı. Ağrı var, deşicidir. Elə bir sverlonla arxadan deşirlər gözün arxasını. Ağrı var, elektrik çarpması kimidir. Ağrıyan tərəf məyər sağdırsa, solsa fərq yoxdur. Gözümün kökü sanki Elə bil bir nəsə var orada, bir təzyiq var gözün kökün. Aydın, gicgah nahiyəsi gözün kökü. Həmin bu ağrı vaxtı göz qızarması, burundan su axması və ya ürək bulanma şiddətlənəndə ürək bulanma, qaytarma halı və bu haldan sonra rahatlama halı olur, olmur? nadirən olur. Nadirən olur. Nadirən. O ümumiyyətlə ürək bulanması daha çox olur, amma digər versiyalar olmur. Olmur. Sizdə aurasız migrendir, amma bunun içərisində gərginlik tip baş ağrısı. Yəni sizdə birincili tip baş ağrısıdır. Gərginlik tip baş ağrısı ilə migren iç-içə girib. Zaten 80-85% hallarda bu belə olur.